Deməli 49-cu suala gəlin baxaq. 49-cu sualda bizə bildirir ki, miqyası 1 sm-də 60 km olan xəritədə mütləq şəkildə qeyd edirəm. Siz də imtahanda iştirak edərkən mütləq şəkildə verilən qeydləri kitabçanın kənarına, boş yerlərə yazın. Ondan sonra dağla bağlı sual düşdü, mütləq şəkildə fiquru çəkin. Bura riyaziyyata da aiddir. Əgər sizə şərt veribsə, mütləq şəkildə fiquru çəkin. Coğrafiyada eynidir. Olan xəritədə AB məntəqələri arasındakı məsafə 5 sm-dir. Yəni 1 sm 60 km-dirsə, 5 sm-ə nə qədərdir? Tapa bilərəm sırayla. X bərabərdir 5 vur 6, yəni 300 km. Bunu tapdım. Sonra deyir ki, miqyası 1 sm-də 20 km olan xəritədə həmin məntəqələr arasındakı məsafə neçə santimetr olar? Deməli, 1 sm 20-dirsə, x santimetrə də 300 km-dir. Və yenə çarpaz vuraraq hesablayıram. 20x bərabərdir 300-ə. X bərabərdir 320-yə böldüyünüz zaman eləyir 15 santimetr. Yəni, cavab B variantı. Baxmayaraq ki, məsələ kifayət qədər qəliz görünür, amma əslində ən sadə məsələlərdən biridir. Və kvadratla bağlı istəyirəm sizlə bir məsələ həll eləyək. Deməli, burada baxaq görək. Aha, deyir ki, 63-cü sual. Miqyası 1 bölünsün 400 min olan xəritədə 1 bölünsün 400 min olan xəritədə gölün sahəsi 3 sm kvadrat verilib. Həqiqi sahəsini soruşur. Birinci növbədə miqyası çevirirəm. 1 sm-ə 4 km-dir. Məndən kvadrat santimetri ifadə etməyimi istəyir. Deməli, mən miqyasını kvadrata yüksəldəcəm. 1 sm kvadratına, çünki 1-in kvadratı 1 eləyir, ona görə olduğu kimi yazdıq. 4-ün kvadratı eləyir 16 kilometr kvadratı. Artıq mən yaza bilərəm 3 sm kvadratına nə qədər lazımdır. Çarpaz vurdum. X bərabərdir 3 vurulsun 16-ya. X də bərabərdir 48 kilometr kvadratı, yəni A variantı. Və yaxud da gəlin bu en uzun məsələsi olan bir məsələyə baxaq. Deməli 66-ya baxaq. 66-cı sualda bizə bildirir ki 66-cı sualda 1 bölünsün 1 milyon miqyas verilib. Deyir ki, xəritədə uzunluğu 6 sm, eni 3 sm olan ərazinin sahəsini hesablayın. Belə bir fiqur düşünün. Eni 3-dür, uzunluğu 6-dır. Yəni bir hündürü ya uzunu belə düşünün siz. Yatay bir fiqur düşünün. Və sahə istəyir bizdən. Ümumiyyətlə düzbucaqlının sahəsi necə tapılır? Eninin uzunluğu vurmaqla. Yəni 3-ü 6-ya vurursunuz 18 sm kvadratı. Bu bunun sahəsidir. Mən də miqyası artıq çevirə bilərəm. 1 sm-ə 5 0 sildiyiniz zaman qalır 10 km. 1 sm kvadratına isə yenə bayaqki kimi tapırıq. Bunların kvadratlarını tapanda onun kvadratı eləyir 100. 100 km kvadratı. Məndən nə soruşur? 18 sm kvadratı. Yəni, bu fiqurun sahəsi real həyatda nə qədərdir? 18 sm kvadratına x. Bunları çarpaz vurduğumuz zaman x bərabərdir 18 vurulsun 100-ə. Yəni, 1800 km kvadratına. Və s. və ilaxır. Yəni, kifayət qədər asan suallar var burada. Gəlin 93-cü sualı sizinlə həll eləyək. Həm fiqurludur, həm də kvadrat miqyas verilib. Deməli, gəlin baxaq. Eyni ərazinin fərqli miqyaslarda olan xəritə sxemlərinə əsasən ikinci xəritənin tərtib olunduğu miqyası tapın. Gəlin tapaq. Bu arada qeyd edeyim ki, əgər xəritənin miqyası böyük olarsa, biz ərazini daha böyük şəkildə görəcəyik. Əgər xəritə nə qədər, miqyası nə qədər kiçilərsə, xəritənin də tutduğu, yəni həmin ərazinin tutduğu sahədə bir o qədər kiçilir. Deməli, baxaq. Miqyası birinci xəritə üçün bizə verir 1 bölünsün 700 min. Mən bunu çevirsəm, yəqin ki, təyin elədiniz, 1 sm 7 km-dir. Məndən 16 sm kvadratı tapmalıyam ki, görün bunun həqiqi sahəsi real həyatda nə qədərdir?
Deməli, mən kvadrat santimetri ifadə eləmək üçün bunları kvadrata yüksəldirəm. 1 santimetr kvadratında 49 kilometr kvadratı və burada 16 santimetr kvadratına x. Çarpaz vurduqda isə x bərabərdir 16 vurulsun 49-a və biz bunu burada hesablayırıq və yaxud da imtahan müddətində sizə bunu hesablamaq vaxt aparırsa, bunu belə olduğu kimi saxlayırsınız. Bu onun real sahəsidir. Keçirəm bu tərəfə. Elə sizin edə biləcəyiniz formatda edərək keçirəm bu tərəfə. Yəni, necə asan tez həll eləyə bilərsiniz. İkinci xəritədə deyir ki, bu həqiqi miqyas, yəni bu vurulan miqyas, sahə, ikinci xəritədə bu qədər göstərilib. Yazıram. 4 santimetr kvadratına, indi bura da bilərsiniz, belə də yaza bilərsiniz. 16 vurulsun 49-un kilometrin kvadratı. 1 santimetr kvadratına x. 4x bərabərdir 16 vur 49. X nəyə bərabərdir? 16 vurulsun 49 bölünsün 4. Bu da getdi, burada qalır 4. X bərabərdir 4-ü 49-a vuranda eləyir 196 kilometr kvadratı. Deməli 1 santimetr düzdür bizə. 1 santimetr kvadratına 196 kilometrin kvadratı əgər verilibsə bizə, deməli mən 1 santimetri tapmalıyam. Və mən tapmalıyam ki, 1 santimetr kvadratı 1 santimetrin kvadratıdır. Və 196 nəyin kvadratıdır? 14-ün. 14 kilometr. Deməli 1 santimetrdə 14 kilometrdir. Miqyası çevirmək üçün 1 bölünsün 14, yanına da 5 dənə 0. Cavab D variantıdır. Daha sonra, əgər sizin də topluda həll edə bilmədiyiniz və yaxud həlli sizə çətin gələn, daha asan üsulla həll etmək istədiyiniz misallar, məsələlər, tapşırıqlar varsa, qaydalar varsa, müraciət edə bilərsiniz, yorumlarda yaza bilərsiniz ki, sizə həmin suallar izah olunsun. Gəlin 125-ə baxaq, maraqlı sualdır 125. Deyir ki, həqiqi sahəsi 6480 kvadrat kilometr olan meşənin xəritədəki sahəsi 20 cm kvadratıdır. Yazırıq. 20 cm kvadratına 6480 kilometrin kvadratı və mən birinci növbədə miqyası tapmalıyam. 1 cm kvadratına x verirəm. 20x bərabərdir 6480. X bərabərdir. Buna 20'ye böldükdə 324 edir. 324 kilometrin kvadratı. Və 1 santimetr kvadratında 324 kilometr kvadratıdır. Yenə deyirəm, bu miqyas deyil, miqyasın kvadrat formasıdır. Deyir ki, 6 santimetrlik məsafə həqiqi olaraq nə qədər olur? Mənə lazımda 6 santimetrə uyğun olanı tapmaq. Deməli, mən bu kvadratları itirməliyəm. 1 santimetr kvadratına 324-dürsə, bu 324 nəyin kvadratıdır? 18-in kvadratıdır. Deməli, 1 santimetrə 18 kilometrdir. 6 santimetrə isə mənim üçün x-dir. Və bunu da çarpaz olaraq vurub böləndə x bərabərdir 6 vurulsun 18 olur. X də bərabərdir 108 kilometr. Düzgün cavab 108 kilometrdir. Və burada başqa baxaq, çətin nəsə varmı? 130-cu sual da eyni sualdır. Daha qeyri-adi sual burada hələ ki yoxdur. Əgər olarsa yenə bildirəcək. Gəlin 110-a da bir dənə baxaq. 110-cu sualda həqiqi sahəsi 100 kvadrat kilometr bataqlığın xəritədəki sahəsi 4 santimetrdir. 110. Deməli 4 santimetr kvadratına 100 kilometr kvadratıdır. 1 santimetr kvadratına x-dir. Bunu artıq bilirsiniz, çarpaz vursanız 4x 100'dür. X isə 25'e bərabər olur. 1 santimetr kvadratına 25 kilometr kvadratıdırsa, yenə artıq bilirsiniz ki, 1 santimetrə miqyas 5 kilometr düşür. Və salam, məndən miqyası istəyir. Əgər mən xətti miqyas seçirəmsə, cavablardan miqyasıma baxıram. 1 santimetrdə 5'dir. Deməli, mənim xəttin əvvəlində 5 yazılmalıdır, sonda kilometr yazılmalıdır. Qutardı, getdi. Baxıram cavablara 5 kilometr və salam. Və yaxud da mənim nəticəmi necə verə bilərlər? Əgər 5 kilometr yoxdursa. 1 bölünsün, hansı ki bu 500 mindir.
Buna kilometrlə yox, metrlə də verə bilərlər. Yəni sizin qabağınıza belə bir şey də çıxa bilər. 5000 burada metr. Yəni sonunda metr olanda özünüzü çaşdırmayın ki, bu niyə metr oldu, metr ola bilməz. Və yaxud da bəzən olur ki, 1 bölünsün 2000-dir miqyas. Bu da kilometrə çevirəndə 1 santimetrdə 0,2 kilometr edir. Və xəttin başını 0,2 yazanda uşaqlar çaşır ki, belə bir rəqəm ola bilməz. Ola bilər, əziz uşaqlar, əziz abituriyentlər, belə ola bilər, narahat olmayın. Və yaxud da bunu sizə 2 dənə 0 silərək 20 metr kimi də verə bilər. Ona görə də bunlara mütləq şəkildə diqqət yetirin. Hər birinizə uğurlar arzulayıram. Yenə miqyasla bağlı bilmədiyiniz suallar varsa, həlli sizə çətin gələn suallar varsa, müraciət eləyin, yorumlarda sual nömrəsini qeyd eləyin və yaxud sual şəklini WhatsApp nömrəmizə göndərin, sizə sualın izahı göndərilsin. Hər birinizə uğurlar arzulayırıq. Növbəti videomuz horizontallarla bağlı olacaq.